4 ayında bacarması gerekenleri. Elinden tutanda qalxmalıdır, başını qaldırır. Ondan sonra mesela ayaqlarına 4 ayında ağırlıq verədirlər, verməyirlər. Yəni verir, amma 4 ayında adətən dayaq refleksi itir, sonra tekrar yaranır. Yəni bunun olması olmaması. 4 ayından sonra əllər əsasən açıq qalır. 4 ayına qədər yumruq kimi qalır, amma 4 ayından sonra fikir verin, əsasən açıq qalmalıdır. Əllər davamlı belə gərgin olmamalıdır. Ondan sonra bax rəngli əşyaları da təbii ki, dalıca baxmalıdır. Baxmalıdır. Əşyalara da əllərini yaxınlaşdırmalıdır. Və orta xəttə fikir verin. Hələ tam götürə bilməsə də əllərini gətirir. Amma nə vaxt götürür? 6 aydan etibarən götürüb ağzına aparmalıdır. Əslində 4 aydan etibarən bacara bilər. Amma əsas əlləri orta xəttə əşyaya doğru gətirə bilməlidir. Bir də əlbəttə ki, onu biz danışdıranda bizə cavab verməlidir. Sosial ünsiyyəti olmalıdır. Danışır gülməlidir. Hə? Bir də əllər pastayanla ağızdan da çoxlu su axmalıdır. Bu da normal inkişafın bir göstəricisidir. Hə? Aferin canım. 5 aldım, 5.